Gəlin bugün Marie Kondo'nun bütün dünyada səs-küyə səbəb olan təmizlik fəlsəfəsinə baş vuraq və gəlin etiraf edək. Bu, sadəcə bir səliqə sahman metodu deyil. Təkcə evinizi yox, bütün həyatınızı kökündən dəyişməyi vəd edən bir yanaşmadır. Bu his yəqin ki çoxumuza tanışdır, elə deyilmi? Saatlarla təmizlik edirsən, hər yeri par-par parıldadırsan, amma cəmi bir neçə gün sonra sanki heç nə olmamış kimi hər şey əvvəlki dağınıq halına qayıdır. Elə bil bitməyən bir döngünün içindəsən. Baxın, Marie Kondo bu vəziyyəti bumerang effekti adlandırır. Və ən vacibi, bilin ki bu sizin günahınız deyil. Yəni problem sizin tənbəlliyinizdə və ya nizam-intizamsızlığınızda deyil. Bu, demək olar ki, hamımızın üzləşdiyi ümumi bir problemdir. Yaxşı, bəs onda əsas məsələ nədir? Əgər eviniz həmişə dağınıqdırsa, deməli problemi özünüzdə axtarmayın. Kondo'nun iddiası budur ki, əsl problem bizə öyrədilən o köhnə, ənənəvi metodların özünün kökündən yanlış olmasıdır. Gəlin biraz qurdalayaq. Görək, illərdir doğru bildiyimiz hansı səhvlər, hansı miflərin təsiri ilə biz bu dağınıqlıq dövranında fırlanırıq. Birinci və yəqin ki ən böyük mif, hər gün biraz təmizləmək. Bugün biraz buranı, sabah biraz oranı, nəticə, heç vaxt tam səliqəni görmürsən. Kondo isə deyir ki, yox, təmizliyə gündəlik bir əziyyət kimi yox, ömrünüzdə bircə dəfə keçirilən böyük bir festival kimi baxın. Və ikinci böyük səhv, otaq-otaq təmizliyi etmək. Bir dəqiqə fikirləşin. Eyni növ əşyalar, məsələn kitablar, həm yataq otağındadır, həm qonaq otağında, bəlkə hətta mətbəxdə də var. Otaq-otaq təmizləyəndə siz əslində nə qədər çox kitabınız olduğunu fərqinə belə varmırsınız və problemin miqyasını əsla dərk etmirsiniz. Bir çoxumuzun etdiyi səhv də budur, daha çox qutu, daha çox rəf alırıq və elə bilirik ki, problemi həll etdik. Amma əslində biz sadəcə dağınıqlığı güzlədirik, onu yox etmirik. Əsl həll yolu isə çox sadədir. Əvvəlcə artıq əşyalardan qurtulmaq, yalnız və yalnız bundan sonra qalanları yerləşdirmək. Yaxşı, bəs bu köhnə miflərin yerinə Kondo nə təklif edir? Bu sadəcə yeni bir texnika deyil, dostlar. Bu tamamilə yeni bir baxış bucağıdır. Təmizliyi bir dəfə və həmişəlik bitən bir layihə kimi görmək. Bəli, 90%. Kondo'nun fəlsəfəsinin bəlkə də ən vacib nöqtəsi budur. O deyir ki, səliqə sahmanda uğur qazanmaq üçün xüsusi bacarığa ehtiyac yoxdur. Uğurun 90%-i sizin düşüncə tərzinizdir. Yəni, hər şey başda başlayır, əllərdə yox. Metodun əsas fəlsəfəsi də elə budur. Təmizliyi bircə dəfə. Amma o qədər köklü şəkildə edirsən ki, bu beynində sanki bir çıt səsi çıxarır və o andan sonra siz bir daha o köhnə dağınıqlığa qayıtmaq istəmirsiniz. Baxın, hər şey məhz bu sualla başlayır. Hələ heç nəyə əl vurmamışdan əvvəl dayanıb özünüzdən soruşmalısınız. Mən necə bir evdə, necə bir həyat yaşamaq istəyirəm? Bu sualın cavabı sizin kompasınız olacaq. Unutmayın, məqsəd sadəcə evi təmizləmək deyil, arzuladığınız həyata yol açmaqdır. Yaxşı, fəlsəfə aydındır. Bəs praktikada nə etməliyik? Bütün KonMari metodu təəccüblü də olsa, cəmi 2, amma çox güclü addımdan ibarətdir. Və bütün metodun ürəyi, canı məhz bu sualdır. Bu əşya mənə sevinc verir. Bu, bir şeyi saxlamaq üçün yeganə kriteriyadır. Və burada çox incə bir psixoloji məqam var. Biz nəyi atacağımıza yox, nəyi saxlayacağımıza fokuslanırıq. Bu kiçik dəyişiklik bütün prosesi negativdən pozitivə çevirir. Və budur o iki qızıl qayda. Birincisi, əvvəlcə atmaq. Yalnız və yalnız sevinç bəxş etməyən hər şeylə vidalaşmaq. İkincisi, sonra yerləşdirmək. Bütün atma prosesi 100% bitəndən sonra qalan əşyalar üçün yer düşünmək. Bax, bu ardıcıllığı pozmaq qətiyyən olmaz. Bəlkə də soruşursunuz, niyə bu ardıcıllıq bu qədər vacibdir? Səbəbi var. Bu ardıcıllıq sizin o sevinç radarınızı, qərar vermə bacarığınızı tədricən gücləndirmək üçün qurulub. Sanki bir əzələni məşq etdirirsiniz, asandan başlayıb çətinə doğru gedirsiniz. Və budur o məşhur yol xəritəsi. Proses ən asan kateqoriyadan başlayır, paltarlar. Sonra kitablar, sənədlər, kamono. Yəni mətbəx, vanna otağı kimi yerlərdəki o xırdapara şeylər və ən axırda ən çətin mərhələ, mənəvi dəyəri olan xatirə əşyaları.
Gördüyünüz kimi asandan çətinə doğru gedirik ki, qərar verməyə öyrəşək. Yaxşı, bəs bütün bu zəhmətin sonu nə olur? Bütün bunlara dəyərmi? Məlum olur ki, nəticə sadəcə səliqəli bir ev deyil, bundan qat-qat böyük bir şeydir. İnsanlar bu prosesdən sonra həyatlarının demək olar ki, hər sahəsində inanılmaz dəyişikliklər yaşadıklarını deyirlər. Baxın, bu çox heyrətamiz bir nümunədir. Bir insan əşyalarından hansının ona sevinç verdiyini anlamağa başlayanda eyni məntiqi işinə, karyerasına da tətbiq edir. Evdəki fiziki dağınıqlıq aradan qalxanda, beyindəki dağınıqlıq da təmizlənir və hədəflər aydınlaşır. Bu isə daha da dərin bir təsirdir. Metod sizi təkcə əşyalarla deyil, həm də keçmişinizlə üz-üzə qoyur. Keçmişə aid olan, amma artıq sevinc verməyən şeylərdən qurtulmaq, bəzən eyni şəkildə münasibətlərə də dürüst baxmağa cəsarət verir. Hətta maddi nəticələr də özünü göstərə bilir. Çünki səliqəli bir mühit diqqəti cəmləməyə kömək edir, stressi azaldır və insanın öz işinə daha effektiv fokuslanmasına şərait yaradır. Bu da təbii ki, birbaşa nəticələrə təsir edir. Bütün bu hekayələri birləşdirən əsas fikir budur, ətrafınızdakı o fiziki dağınıqlığı aradan qaldıranda artıq gizlənəcək bir yeriniz qalmır. Diqqətinizi yayındıran o xırdapara şeylər yox olur və siz istər-istəməz öz daxilinizlə, həllini gözləyən əsl məsələlərlə baş-başa qalırsınız. Və bu təhlili son düşündürücü bir sualla bitirək. Bir anlıq düşünün. Əgər eviniz tam, mükəmməl səliqədə olsaydı, həyatınızda nəyə yer açılardı? Nəhayət nəyi itməyə imkanınız və enerjiniz olardı? Çünki bu sadəcə təmizliklə bağlı deyil. Bu sizin arzularınızla, hədəflərinizlə bağlıdır. Təmizlik sadəcə başlanğıcıdır.